Hamıya salam, mənim adım Milanadır. Sizi İtaliyanın Milan şəhərindən Salamlayıram. Yəni, it's me. BBC Azərbaycan məni paylaşıb. Necə izah eləyə bilərəm bunu sizə bilmirəm. Bəlkə də deyirsiniz ki, çox da böyük bir şey deyil, yəni sadəcə paylaşıblar səni. Amma mənim üçün çox böyük bir həyatımda qazandığım uğurlardandır. BBC-nin məni görməsi böyük ehtimalla mənim sosial mediada paylaşdığım videolar üzərində olub. Yəni 99% böyük ehtimalla. Və oturub fikirləşəndə ki, mənim nə qədər ətrafımda insanlar, yəni o qədər mənim bu sosial mediadakı fəaliyyətimə ətrafdan yorumlar gəlir ki, hətta mənim artıq atama, anama söz deyirlər ki, məsələn, Milana niyə elə şeylər paylaşır filan. Bu məsələyə görə mən artıq ailəmlə oturub bunu müzakirə eləmişəm. Onlar məni başa düşürlər çox şükür, amma yəni belə problemlər yaşayıram və baxın, yəni belə bir nəticəyə gəlib çıxdı. Məni belə bir səhifə paylaşdı. Mən özüm də hələ də inana bilmirəm ki, belə bir şey olub. Başqa ölkələrdə olan bəlkə Azərbaycanlılar olar, bu videonu izləyənlər olar. Bu əməkdaş mənə həm də başqa videolarda atmışdı, belə nümunə kimi. Başqa belə qızların videolarını atmışdı ki, xarici ölkədədirlər. Onlar məsələn öz həyatlarını göstərirlər. Kanadadan var idi, deyəsən Amerikadan var idi. İndi məsələn başqa ölkələrdən olan bizim Azərbaycanlı vətəndaşlar bu videonu izləyirsə, sizin üçün bu da bir motivasiya olsun ki, paylaşmağa davam eləyin. Bəlkə sizi də bir gün görərlər və belə bir şans sizə də yaradarlar. Bütün mənə dəstək olan insanlara, paylaşımlarıma, yəni sizin sayənizdə olub. Yəni bu videoların birinin, əməkdaşların birinin qabağına çıxması yəni sizin sayənizdə olub. Çox sağ olun, mənə həmişə dəstək olursunuz. Belə bir qısa bir video çəkmək istədim. Çox sağ olun videosu və həm də belə bir uğurumu bölüşmək istədim. Sağ olun və salamat qalın.